Britaniyalılar yenidən Avropa İttifaqına qayıtmaq istəyir. YouGov şirkətinin keçirdiyi sorğuya əsasən, Britaniyanın Avropa İttifaqından ayrılması ilə bağlı keçirilmiş referendumun nəticəsindən 9 il keçməsinə baxmayaraq, Britaniyalıların əksəriyyəti bu qərardan peşmanlıq hissi keçirir və ölkənin yenidən Avropa İttifaqına qoşulmasını istəyir. Sorğu iştirakçılarının 56%-i Böyük Britaniyanın Avropa İttifaqına qayıtmasının tərəfdarıdır. Respondentlərin 61%-i isə Brexitin uğursuzluq olduğunu düşünür. Onlar böyük əksəriyyəti bu uğursuzluğa görə keçmiş baş nazir Boris Johnsonu və Mühafizəkarlar Partiyasını ittiham edir. Xatırladaq ki, Boris Johnson Avropa İttifaqından ayrılmaqla bağlı kampaniyanın ən tanınmış simalarından idi. O və digər tərəfdarlar Brexitdən sonra ölkənin hansı istiqamətdə inkişaf edəcəyinə dair konkret plan təqdim etməməkdə tənqid olunublar.